Kişilər daha çox infarkt keçirir, amma qadınlarda infarkt daha risklidir və qadınlarda infarkt daha ölümcül ola bilir. Çünki simptomatika tamamilə fərqli ola bilir. Həmişə dediyimiz kimi, sinədə göynəmə, yanma, basqı şəklində olmaya bilir. Əgər qadınsanız, bu dediyim sayacağım simptomlara özəlliklə diqqət edin. Sinədə ağrı şikayəti bu kişilərdə daha çox olur, amma qadınlarda da ola bilir. Sağ yan ağrısı, ani başlayan qarın ağrısı, ani başlayan bir soyuq tərləmə hissi, ani başlayan nəfəs ala bilməmə hissi, huşunu itirmə, baş gicəllənmə hissi, sağ yan ağrısı, bu şikayətlər qadınlarda infarkt əlaməti olaraq görsənə bilir. Əgər 40 yaş üstündə bir qadınsınız və ani başlayan, sürətli yüksələn bu şikayətləriniz varsa, ilk növbədə ağlımıza gələcək olan infarktdır. İnfarkt və ya spazm. İlk növbədə infarkt və spazm araşdırılmalıdır. Bu istisna olunduqdan sonra başqa səbəblər araşdırıla bilər. Bu simptomlar çox önəmlidir. Xahiş edirəm bu videonu bir də izləyin və yaddaşınıza yazın.